İmtahan Mərkəzinin 20 sınaqlıq test toplusundan 15-ci ümumi sınağın izahına baxacağıq. Zəhmət olmasa izaha keçməzdən əvvəl kanalımıza abunə olmağı unutmayın ki, növbəti videolarda rahat şəkildə izahını izləyə biləsiniz. Və çalışın, sizə məsləhətim odur ki, bu 20 sınaqlıq test toplusunu işləməmiş qəbul imtahanına getməyin. Çünki sizə çox kömək olacaq. Həqiqətən də suallar öyrədici tipli salınıb və siz testi işləməklə öz biliklərinizi möhkəmləndirə bilərsiniz. Hansı ki bu test toplusunda yəni istifadə olunmuş testlər sınaq imtahanında da istifadə olunmuşdur. Deməli, birinci sualın izahına baxaq. 1929-cu il Sovet Azərbaycanı və 1924-cü il Türkiyə Cümhuriyyətinin tarixinə dair oxşar hadisələri müəyyən edin. Yeni konstitusiyanın qəbul edilməsi Türkiyə Cümhuriyyətinə aiddir, Sovet Azərbaycana aid deyil, bizə oxşar cəhət istəyir. Sovet Rusiyası ilə hərbi müqavilə imzalanması aid deyil. Əlifba sahəsində isyanın keçirilməsi, bəli, cavabımız C variantı. 1929-cu il Sovet Azərbaycanı, 1924-cü Türkiyə Cümhuriyyətində əlifba islahatı keçirilmişdir. Türkiyə Cümhuriyyətində 25-28-ci illərdə tətbiq olunmağa başlanmışdır. Pasportlaşma sisteminin tətbiq edilməsinə başlanması 1932 Sovet Azərbaycandadır. Ümumiyyətlə aid deyil. Birləşmiş Millətlər Cəmiyyətinə üzv qəbul olması Azərbaycan Birləşmiş Millətlər Cəmiyyətinə üzv qəbul olunub 1992-ci ildə. İkinci sualın izahına baxaq. Eyler-Venn diaqramına uyğun bədənləri müəyyən edin. Teymurlər dövləti yaranmışdı 1370-də, Osmanlı dövləti yaranmışdı 1302-də, Böyük Monqol dövləti yaranmışdı 1206-da. Baxaq. A variantı Cənubi Qafqaza işğalçı hücumlar etmişdir. Deməli, bu hər üçün oxşar cəhətdə həm Teymurlər, həm Osmanlı, həm Böyük Monqol dövləti Cənubi Qafqazı yürüş eləmişdir. B variantına baxın. Əsası 14-cü əsrin ikinci yarısında qoyulmuşdu. Bu Teymurlər dövlətinə aid idi 1370-ci ildə. Xarmşah dövlətindən son qoyaraq mərkəzə sınır çıxarmışdı. Bu Böyük Monqol dövlətinə aiddir. Azərbaycan uğrunda Qızıl Ordu dövləti ilə mübarizə aparmışdır. Bu Teymurlər dövlətinə aiddir. Avropa ilə Asiyanı birləşən Qızıl Körpünü fəth etmişdir. Bu Osmanlı dövlətinə aiddir. Ona görə cavabımız 1-ə BD, yəni Teymurilərə BD, 2-yə Osmanlıya aiddir Y, Qızılkörpü, 3-ə deməli Böyük Monqol dövlətinə aiddir Xanşal dövlətinin varlığına son qoyması, Mərkəzi Asiyanı işğal etməsi, 4-ə də aiddir hər üçün oxşar cəhət Cənubi Qafqaza işğalçı yürüşlərin edilməsi. İkinci Göytürk xaqanlığına aiddir. İkinci Göytürk xaqanlığı mövcud olub 1682-dən 1744-ə qədər. Bilge xanı hakimiyyət illərində dövlət ən yüksək inkişaf dövrünü yaşamışdır. Bəli. Deməli 1639-cu Çin əsarətinə qarşı köçlərin sonra baş verilməsi ikinci Göytürk dövlətinə aid deyil. Çünki 1682-ci ildə yaranmışdır. Dövlətin idarə edilməsində Küllikin və məsləhətçi Tonyukun böyük rolu olması, bəli, aiddir. Baxaq, 6-cı yüzilliyin 80-ci illərində zəifləyərək iki hissəyə parçalanması bu aid deyil. Birinci Göytürk dövlətinin dövründə, yəni ümumiyyətlə Göytürk dövlətinin dövründə hələ Sasanilərin məğlub edilməsi əsasında Soqdiana vilayətinə sahib olmasına birinci Göytürk dövlətinə aiddir. Cavabımız 1-3-dür. Dördüncü suala baxırıq. Rusiyadan fərqli olaraq 17-ci əsrdə İngiltərə tarixinə aiddir. Manufaktural media gəlməsi 16-17-ci əsrlərdədir. Fərqli cəhət İngiltərə tarixinə aiddir. Aid deyil. Burja inqilabı baş vermişdir. İngiltərədə Burja inqilabı bəli 1640-cı ildə 13 il fəaliyyət göstərən uzun müddətli parlamentin başlanması ilə başlanmışdı. 2-ni götürürük. Daha sonra işğalçı müharibə apardı. Hər ikisində yeni sülalə hakimiyyətə gəldi. Hər ikisində bəli, Rusiyada Romanovlar sülaləsi hakimiyyətə gəlmişdi 1613-də. İngiltərədə Stuartlar sülaləsi hakimiyyətə gəlmişdi 1603-cü ildə. Parlamenti monarxiya çevirdi və inqilab nəticəsində İngiltərə parlamenti monarxiya çevirdi. Cavabımız 2 və 5-dir. 5-ci sualın izahına baxaq. Sənədçi əlaqələrin verildiyi doğru cavabları müəyyən edin. Eradan əvvəl 714-cü ildə Asur hökmdarı 2-ci Sarqonun Mannaya yürüş etməsi, Manna müstəqil dövlətçiliyinə son qoyulması 590 eradan əvvəl aid deyil. Eradan əvvəl 36-cı il Roma sərkərdəsi Antonio Fraspeyə mühasirəyə alması, deməli, Atropatenlərin gücü müqavimənin nəticəsində Antoninin geri çəkilməsi, bəli, tamamilə doğru. Atropatenlər Romalılar üzərində qələbə çaldığı döyüşdür, bunu unutmayın. Deməli, 3-ə baxırıq. Albaniya və Atropatena dövlətlərinin yaranması, Azərbaycan Türk xalqının təşəkkülünün başlanması, bəli, doğru cavabdır. 7-ci əsrdə Manna hökmdarı Aşeni İskit Paşa Şipaqa ilə ittifaqa girməsi, Mannanın Midiya əsarətindən azad olması yox. Şipaqa ilə ittifaqa girir Assura qarşı. Başa düşdünüz? Yəni Midiyaya yox. 5-ə baxırıq. Erdən və 36-cı ildə Roma sərkərdəsi Kanidi Albaniya hücumu nəticəsində Albanların məğlub olaraq Romadan asılılığını qəbul etməsi doğrudur. Deməli, 6-cı sualın izahına baxırıq. Səfəvi şahı 1-ci Abbasdan fərqli olaraq şah 2-ci Abbas hakimiyyəti yəni ona oxşar cəhətlər. Osmanlı dövlətlə müharibə aparması fərqli olaraq deyirsən, ümumiyyətlə aid deyil. İngiltərə əbədi dostluq 1621-də 1-ci Şah Abbasa aiddir. Ümumiyyətlə Şah Abbasa aiddir. Bizə 2-ci Şah Abbas lazımdır.
Deməli, paytaxtın yeni şəhərə köçürtdü. Birinci Şah Abbas aiddir. Qəzvindən İsfahana köçürmüşdür. Şeybaniləri məğlub edən Xorasanı azad etməyə nail oldu 1599-cu ildə. Birinci Şah Abbas aiddir. Rusiya ilə baş vermiş hərbi münaqişəyə dinc yolla həll etdi. Bəli, 1653-1662-ci ildə deməli Rusiya ilə Səfəv arasında müharibə gedir. Romanovlar sülalisi Qafqazı işğal etmək planı irəli sürürlər və Terek çayı boyunca qalalar tikdirməyi istəyirdilər, lakin Səfəvlər buna icazə vermirlər. 7-ci suala baxaq. İlk dəfə Azərbaycan torpaqlarını vahid dövlət halında birləşmişdir. Təbii ki, bu sacirlərə aid olan Yusif ibn Əbi Sacın dövründə Azərbaycan dövləti vahid halda birləşdirilmiş, Dərbənd səddi təmir edilmiş, ərəb ordularını dəfələrlə məğlub etmiş, idarə etdiyi dövlətin xilafətdən asılına son qoymuşdur. Bəli, bu Yusif ibn Əbu Saca aiddir. 8-ci suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyəti və Seyid Cəfər Pişəvərinin milli hökumətinə aiddir. Deməli, 1918 noyabrında təsdiq edilmiş konstitusiya ilə ümumiyyətlə AXC-nin konstitusiyası olmayıb. Deməli, baxırıq üç rəngli bayraq dövlət bayrağı elan edildi. Bəli, noyabrın 9-da bu dövlət bayrağı elan edilib. 24 iyunda isə qırmızı bayraq elan edilmişdi. Deməli, rəsmi bayraq kimi konstitusiya sözü var, aid deyil. Sonra baxırıq İtaliya ilə hərbi sahədə müqavilə bəli 1920-ci ildə müqavilə imzalanmışdı. Bolşevik Rusiyası Denikinin hərbi qüvvələrinə qarşı mübarizə aparmışdı. Bu aid deyil. Deməli, Seyid Cəfər Pişəvərinin milli hökumətinə aiddir. 45-ci ildə baş vermiş hadisədən istəyir. Müstəqillik Antantə Ali Şurası defakto tanınması, ümumiyyətlə AXC-nin defakto tanınması 1920-ci il yanvar ayının 11-dədir, aid deyil. Azərbaycan dili Cənubi Azərbaycan rəsmi dövlət dili elan edilib. Bəli, həqiqətən Pişəvərin dövründə dövlət dili elan edilib və aqrar qanun əsasında torpaqsız kəndlər torpaqla təmin olundu. Bu məsələni unutmayın. Bunu Heydər Əliyevin birinci hakimiyyət dövründən də götürürlər ki, yəni torpaq məsələsi, aqrar məsələ var idi hər ikisində. 9-cu suala baxaq. 1918-ci il iyun ayının 27-sindən iyulun 1-nədək baş vermiş Göyçay döyüşlərinə aid olan hadisələr bölünüldü. Bu ikinci hökumət kabineti dövründə baş vermişdi. Azərbaycan Xalq Cümhuriyyətində Bakı Xalq Komissarları arasında olmuşdu. Baxaq birə Çar Rusiyası Osmanlı arasında baş vermişdi. Yanlışdır. Bakı Xalq Komissarlarının hərbi birləşmələrin məğlub edilməsi, deməli bu doğrudur. Osmanlı və AXC müttəfiq qüvvələrinin qalib gəlməsi, bu da doğrudur. Baxaq 4-də Sentral-Kaspi qüvvələrinin Gəncəyə hücumun qarşısını alması Sentral-Kaspi avqust ayındadır. Ümumiyyətlə bu aid deyil. İkinci hökumət kabinetinin zamanında baş verməsi aiddir. Cavabımız 2, 3, 5. Baxaq xəritədə rəqəmlə qeyd olmuş ölkələrə aid hadisələrin uyğunluğu müəyyən edin. 3 Fransa, 2 Almaniya, 1 Böyük Britaniyadır. 18-ci əsrin 60-cı illərində sənaye çevrilişi başlamışdı. İlk dəfə olaraq Böyük Britaniyada başlamışdı. 1-ə A-dır. Deməli, baxaq, qitə blokadası siyasətini həyata keçirmişdir. Qitə blokadası siyasətini Fransa həyata keçirib İngiltərəyə qarşı. Deməli, 2 daha sonra Sadalo döyüşündə Avstriyanı məğlub etmişdir. Bu Almaniyaya aiddir 1866-cı ildə. Deməli, cavabımız 1-ə A, 2-yə C, 3-ə də B. Cavabımız B variantıdır. Növbəti suala baxırıq. Ağqoyunlu və Qaraqoyun dövlətlərinin aid oxşar xüsusiyyətlər deyil. Oxşar deyil. Oğuz Türk mənşəli sualları tərəfindən əsasının qoyulması oxşardır. Ərdəbil hakimlərinə qarşı Şirvanşahlar dövləti ilə ittifaqda olması aiddir. Teymurlər dövləti ilə, baxın, Ərdəbil hakimlərinin qarşı Şirvanşahlar dövləti ilə bir Samur çayı sahilində deməli Qaraqoyunlularla, Ağqoyunlularla da Şahbağı döyüşündə 1488-ci ildə ittifaqda olublar. Ona görə deməli oxşar cəhətli Teymurlər dövlətinə müharibə aparması, deməli fikir verin, həm Ağqoyunlularla, həm də Qaraqoyunlularla Teymurlər dövləti müharibə aparıb. Səfəvərlər dövlətinin qoşunları tərəfindən məğlub edilməsi Qaraqoyun dövlətinə aid deyil, Ağqoyun dövlətinə aiddir. Ona görə cavabımız D variantıdır. Çünki Qaraqoyun dövləti süqut edəndə hələ Səfəvilər dövləti yaranmamışdı. Aydındır. 1467-yə qədər mövcud olmuş Qaraqoyun dövləti Səfəvilər dövləti yaranıb 1501-də. Bax bunun məsələ. Bax görürsünüz necə bu testlər öyrədici testlərdir. Yəni bu testləri mütləq şəkildə işləmək lazımdır. Təbriz şəhərinin paytaxta çevrilməsi hər ikisinin paytaxtı Təbriz idi. 12-ci suala baxıq. Azərbaycan erkən orta əsrlər və klassik feodalizm dövründə erkən orta əsrlər 5-11, klassik feodalizm 11-15-ci əsrlərə aiddir. Daha sonra 3-5-11, demək klassik feodalizmdə 11-15-ci əsrlərə aiddir. Baxaq, Sasani imperiyasının mərzbanlarından biri olması bu erkən orta əsrlərə aiddir. Roma imperiyasına qarşı mübarizə aparması erkən orta əsrlərə aiddir. Ümumi cəhəti müəyyən edir.
Xəzər Ərəb müharibələrinin meydanına çevrilməsi, Bələncər döyüşləri, Hilat Savalan döyüşləridir. Bu aid deyil klassik feodalizm dövrünə. Vəqf torpaq sahibliyinin mövcud olması, bəli, həm erkən orta əsrlərdə, həm də klassik feodalizm dövründə hələ vəqf torpaq sahibliyi mövcuddur. Əhalinin gizli qalması Sasanilər dövründə, Sasanilər də erkən orta əsrlərdə mövcud olub. 13-cü suala baxırıq. 20-ci əsrin 50-ci illərin ikinci yarısında Sovet Azərbaycanına aid deyil. Azərbaycan dilinin dövlət dilinin olması haqqında konstitusiyanın verilməsi İmam Mustafayev hakimiyyətə gəlir 1954-də. 56-cı ildə dövlət dili konstitusiyada təsbit edilir. Aiddir. Bakının beynəlmiləl şəhər kimi birbaşa Moskvaya tabe edilməsi, iflasa uğraması elə İmam Mustafayevin dövrüdür. Ölkə rəhbərlərinin millətçilik günahlarına hakimiyyətdən uzaqlaşması bu da ona aiddir. Azərbaycan televiziyanın fəaliyyətə başlaması 1956-dır. Deməli, Novruz bayramının bahar bayramı kimi yenidən rəsmən qeyd edilməsə, bu Şıxəli Qurbanovun dövrünə aiddir. 1967-dir. Baxaq 14-cü suala. Uyğunluğu müəyyən edin. Baş vəzir Əmir Əlümərra Sədrəzəm. Baxaq. Deməli, baş vəzir Osmanlı dövlətinin ikinci vəzifəli şəxs baş vəzir idi. Ona görə 2-ni götürürük. İkinci vəzifəli şəxs baş vəzir idi. Bəli, 2 doğrudur. Bir də deməli Əmir Əlümərraya baxırıq. Əmir Əlümərra Dehli Sultanlığında yox idi, çünki Dehli Sultanlığında hərbi işlərə rəhbərlik edən baş vəzir idi. Bax, bunu unutmayın. Dehli Sultanlıqda bir soyulqal fərqlidir, bir bu məsələ fərqlidir. Bunu da salıblar bura. Deməli, Dehli Sultanlığında hərbi işlərə rəhbərlik edirdi baş vəzir Əmir Əlümərra yox. Bunu yaddan çıxartmayın, qeyd kimi yazın ya da qeyd edin. Sədrəzəm məsələsinə baxırıq. Sədrəzəm təbii ki, dini işlərə baxırdı, maliyyə işlərinə baş vəzir baxırdı. Ona görə cavabımız D variantıdır. 15-ci sualın izahına baxaq. Hadisələrin uyğunluğu xəritədə hərflərlə göstərmiş şəhər rayonlara görə müəyyən edin. Baxın uşaqlar, qəbul imtahanına bu sual mütləq və mütləq bu sualdan bir sual düşəcək. Bu da ki, yenilənmiş dərsliklərə əsasən əlavə olunub. Artıq 2-ci Qarabağ müharibəsi sırf o dərsliklərə əsasən sağlanacaq və orada haranın hansı xüsusiyyətlərə malik olduğunu qeyd ediblər. Yəni onları mütləq şəkildə öyrənin. Özünüz üçün xüsusi qeyd dəftəri tutun əsas hissələrlə bağlı. Baxaq. Deməli, hadisələr xəritədə hərflərlə göstərmiş şəhər rayonlarına görə müəyyən edin. Vətən müharibəsi gedişində cəbhə bölgəsindən kənarda yerləşdirilən Ermənistan tərəfindən ballistik raketlər vurmuşdu. Gəncə, Mingəçevir, Yevlax, Tərtər, Abşeron, Ağcabədi, Qəbələ və digər ərazilər deməli işğalçı qüvvələr tərəfindən nə olmuşdu? Deməli həmin raketlərlə vurulmuşdu. Azad edildiyi gün tarix zəfər günü kimi daxil olmuşdur. Təbii ki, bu Şuşa ərazisidir. Deməli, 2023-cü ildə lokal antiterror əməliyyatı nəticəsində separatçı rejim ləğv edilmişdir. Bu da Xankəndi ərazisidir. Deməli, e, 1-ə C variantıdır, 1-ə C variantıdır və D variantıdır. 2-yə A variantıdır. 3-ə isə Şuşa, 3-ə isə B variantı, Xankəndi separatçı qüvvələr tərəfindən edilmişdir. Cavabımız A variantıdır. Növbəti sualın izahına keçək. Deməli, Soyuq müharibə dövrünə aiddir. Soyuq müharibə 1946-1991-ci illərdə olmuşdur. Lendiz qanunu SSR şamil edilməsi 1941-dir. Qış müharibələri 39-da Rusiya ilə Finlandiya arasında başlayıb. ABŞ-ın Yaponiya, Xrossima, Nagasaki 1945-dir. Fransa Ərcizayda dinc əhaliyə qarşı soyqırım törətməsi 1962-dir. Son tutuşma SSR-nin Əfqanistana qoşun yeritməsi 1979-89 10 il ərzində. Deməli, cavabımız olur 4-5. Çünki Soyuq müharibə dövrü 1946-dan 1991-ə qədərdir. Deməli, 17-ci suala baxırıq. Birinci Dünya müharibəsindən fərqli olaraq İkinci Dünya müharibəsində Şimali Azərbaycan. Baxaq, Qərbi Avropanın partizan hərəkatına yaxınlaşdıran müəllim Mixailov İkinci Vətən müharibəsində Şimali Azərbaycanda iştirak edib, Qərbi Avropanın partizan hərəkatında yaxından iştirak edib. Bir doğrudur. 2-yə baxırıq. Vuruşan tərəflərin rəqabət meydanına çevrilmişdir. Bu hər ikisinə aiddir. Bizə fərqli olaraq deyir. Qadınlar cəbhədə qəhrəmanlıq göstərərək fəxri orden medalları tərtib edilmişdir. Bəli, İkinci Dünya müharibəsində qadınlar böyük şücaət göstərmişdilər. Sonra 4-ə baxaq. Ermənilər tərəfindən Azərbaycana qarşı soyqırımlar törədilmişdir.
Bu hər ikisinə aiddir. Qələbənin əldə edilməsi olunmasında Azərbaycan alimlərinin, kəşflərinin önəmli rol olmuşdur. Daha sonra ermənilər tərəfindən Azərbaycana qarşı soyqırım törənməsi, Birinci Qarabağ müharibəsində biz soyqırımın izlərini görürük. Qələbənin əldə olunmasında Azərbaycan alimlərinin, kəşflərinin önəmli rolu olmuşdur. Bu da İkinci Dünya müharibəsinə aiddir. 18-ci suala baxırıq. Xəritədə paytaxtı ulduz ilə işarələnmiş dövlətin 6-cı əsr tarixinə aid olanları müəyyən edin. Deməli, baxaq. Bura xəritədə işarələnmiş ərazisi Bizans idi. Bizansda Sasanilərlə aramsız müharibələr aparmışdı, doğrudur. Ərəblərin gücü nəticəsində varlı əyalətlərini itirdi, yanlışdır. Özünün ən qüdrətli dövrünü yaşaması doğrudur. Sərbçilər tərəfindən qarət edilməsi yanlışdır. Deməli, Justinian məcəlləsinin tərtib edilməsi, bəli, 6-cı əsr tarixinə aiddir. Bizə 6-cı əsr, bax, xəritədə 6-cı əsr istəyirsə, sırf 6-cı əsrə aid olan hadisəni götürməliyik biz. Justinian məcəlləsinin tərtib olması. Deməli, 6-cı əsrdə Sasanilərlə mübarizə aparırdı, özünün ən qüdrətli dövrünü yaşayırdı və Justinian məcəlləsi də var idi. 6-cı əsrdə 1, 3, 5. 19-cu suala baxırıq. Mehranlərin Azərbaycanda hakimiyyət dövründə baş verməmişdir. 630-dan 705-ci ilə qədər hadisələr istəyir. Rəşidli xəlifələr tərəfindən Fələstin, Suriya, Misirin fəth edilməsi. Rəşidli xəlifələr dövrü 632-661-dir. Deməli, bu aiddir. Ərəblərin Savalan dağı yaxınlığındakı Xəzərlər tərəfindən məğlub edildi. Savalan dağı 731-dir. 731-ci ildə Mehranilər yox idi. Cavabımız elə B variantı. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi. Deməli, 661-dən 750-yə qədər Sasanilər dövlətinin varlığına son qoyulması, Sasanilər dövləti mövcud olub 226-dan 651-ə qədər. Deməli, Kadisiye döyüşündə, Kadisiye Kiçifon döyüşləri, deməli 7-ci əsrdə 636-37-ci illərdə Kadisiye Kiçifon döyüşləri olmuşdur və Alban Sasani qüvvələri məğlub edilmişdir. Növbəti suala baxaq. 20-ci sual. 15-ci əsrdə Təbrizdə Xaqanlı hökmdarı Sultan Yaqubun zamanında işlədilmişdir. Baxın, Qara Yusifin zamanında Göyməçid idi. Sultan Yaqubun dövründə 8-5 idi. Bunları həmişə mən uşaqlara vurğulayıram. Bunu unutmayın mütləq. Ona görə cavabımız elə D variantıdır. Qalanları 13-14-cü əsr memarlıq abidəsində, Qeysəriyyə bazarda 17-ci əsri götürmək olar. Deməli, 21-ci suala baxaq. Böyük Moğol İmperiyasının Dehli Sultanından fərqli xüsusiyyətlərini müəyyən edin. Baxaq. Əsası türk sülalası tərəfindən Hindistanda qoyulmuşdur. Bizə fərqli istəyir, hər ikisi aiddir. Monqol hərbi birləşmələrinin hücumlarına məruz qalmışdı hər ikisi. Hökmdar məhsul marketləri, zəmindarlı qazanc şərti orqan mülkiyyəti mövcud olması Moğol dövlətində var idi. Moğol dövlətinin imperiyasının Dehli Sultanına fərqli xüsusiyyətlərini müəyyən edin. Deməli, Osmanlı Səfəvi dövlətinə bəli Əkbər Şahın dövründə münasibət qurulmuşdur. Cavabımız 21-də Y variantıdır. Deməli, 22-ci sualın izahına baxaq. Gəncə xanlığı, Bakı xanlığı və Lənkəran xanlığına aiddir. Deməli, müəyyən müddət iki hakimiyyəti olmuşdur. Təbii ki, Gəncədə iki hakimiyyəti mövcud olmuşdur. Deməli, biz Gəncə ilə Şamaxının iki hakimiyyəti birlikdə müəyyən müddət Qarabağ xanlığından asılı olmuşdur. Bu da Gəncəyə aiddir. Gəncə Qarabağ xanlığından asılı vəziyyətdə olmuşdur. Deməli, baxaq, 1767-ci ildə Quba xanlığından asılı vəziyyətdə olmuşdur. Bu Bakı xanlığı idi. Bakı xanlığı Quba xanlığından asılı vəziyyətdə olmuşdur. Bayat savaşında iştirak etmişdir. Bayat savaşında iştirak edib Şəki ilə Qarabağ heç birinə aid deyil. Deməli, əsası Səfəvi nəsli tərəfindən qoyulmuşdur. Bu da Lənkəran xanlığına aiddir ki, əsası Səfəvi nəsli tərəfindən qoyulmuşdur. Cavabımız B variantıdır. Şuşa şəhərinin tarixi xüsusiyyətlərini müəyyən edin. Bu sual, bu tipli sual düşmə ehtimalı çoxdur. Deməli, əsası 17-ci əsrin, 18-ci əsrin 50-ci illərdə Pənahəli xan tərəfindən qoyulmuşdur. Doğrudur. Təbrizli, Əyisli, Qazançalı, Köçərli kimi məhəllələrin mövcud olması doğrudur. Atçılıq təsərrüfatı Qarabağ ərazisində atçılıq mühüm rol oynayıb. Bəli, doğrudur. Memarlıqda şəbəkə sənətindən geniş istifadə bu Şəkiyə, Kəlağayı istehsalı üzrə şəhərlər arasında fərqlənməsi, bu Cənubi Azərbaycanda var burada, Şimali Azərbaycanda, amma şu ərazisi yoxdur. Deməli, baxaq 24-cü suala. 1993-cü ildə baş vermiş hadisələri müəyyən edin. Deməli, 1993-cü ildə Dövlət Müdafiə Şurasının yaradılması aiddir. Əsr müqaviləsi 94-dür. Murov dağ əməliyyatı 94-dür. Deməli, Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi 93-dür.
Heydər Əliyevin Azərbaycan Respublikası prezident seçilməsi 93-dür. Cavabımız 1, 4, 5-dir. 25-ci suala baxırıq. Ulu icmadan fərqli olaraq Qəblə icmasına aid olanları müəyyən edin. Qəblə icması üst paraleldir. Üst paraleliyə qədər isə ulu icma mövcud idi. Baxaq, ağıllı insanlar tərəfindən yaradılmış insan birliyinin olması bizə qəblə icmasına aid olan xüsusiyyətləri göstərir. Ona görə cavabımız 1 aiddir. İbtidai icma dövrünün ilk insan kollektivi ulu icma idi. Bu ulu icmaya da aid deyil. Mövcudluğu dövründə istehsal təsərrüfatının yaranması, bəli, həqiqətən də mezolit dövründə qəblə icması mövcud idi və mövcudluğu dövründə istehsal təsərrüfatı yaranmışdı. İlk dini inancların meydana gəlməsi bu ulu icmaya aiddir. İnsanlar arasında bərabərsizliyin əsasının qoyulması o qonşuluq icmasıdır. Tunc dövründən söhbət gelirsə, erkən Tuncda qonşuluq icması yaranmışdı. 26-cı suala baxaq. Xronoloji ardıcılığı müəyyən edin. Təbriz şəhəri Monqollar qarət və dağıntısından xərac verməklə xilas olması birinci və ikinci yürüşünə aiddir. Monqolların 1220-1222. Gəncədə Xarmışalara qarşı Usta Məndərin üsyanı baş verməsi 1231. Birinci Axsan Gürcü qoşunları köməklə Slavyanlara məğlub etməsi 1175. Azərbaycanın Ali Monqol xalqanı tərəfindən idarə edilməyə başlanması 1239-56-cı illərə aiddir. Cavabımız 3, 1, 2, 4-dür. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. 1920-ci ildə Sovet Rusiyası ilə Erməni daşnaq hökuməti arasında bağlanan müqaviləyə görə deməli baxaq. Deməli bir də Rusiya Komünist Partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Dağlıq Azərbaycan Qarabağ Azərbaycanın tərkibində saxlanıldı. Onun mərkəzi Şuşa olmaqla muxtariyyət verildi. Deməli biz bunu Rusiya Komünist Partiyasının Qafqaz bürosunun 21-ci il tarixli qərarı ilə götürürük. Bax bu qərarı unutmayın. Sonra Borçalı, Mahalı, Gürcüstan və Sovet Rusiyası arasında bölüşdürüldü. Bu heç birinə aid deyil. Şərur Dərələyəz Erməni daşnaq hökumətinə verildi. Bu 1920-ci ildədir. Deməli, baxaq. Naxçıvan, Zəngəzur və Qarabağın Dağlıq hissəsi mübahisəli ərazi ilə oldu. Bu da 1920-ci il avqustundadır. Müqaviləyə görədir. Həm Şərur Dərələyəz, həm də Naxçıvan, Zəngəzur. Naxçıvan bölgəsi Azərbaycan qanunu altında muxtar vilayətə çevrildi. 1924-dür. Bu heç birinə aid deyil. Növbəti sualınızdan demək, 1-ə cavabımız 1-ə C-dir, 2-yə də A oldu. Deməli, baxırıq mətn sualıdır. Mudros müqaviləsinə görə ölkənin azadlığının çox böyük təhlükə altına qoymuşdu. Osmanlı sultanı Antanta dövlətlərinin təslim olmaq haqqından qol çəkmiş, gənc türklərin lideri ilə xaricə qaçmışdı. Belə bir vaxtda Mustafa Kemalın başçılığı işğalçılara qarşı azadlıq mübarizəsi başladı. Yunanların İzmirə qoşun çıxarmasının əməli addımlar atmağa sövq etdi. Hüquqların müdafiəsi cəmiyyəti yaradıldı və Ankarada yeni parlament Türkiyə Böyük Millət Məclisi çağırıldı. İşğalçı dövlətlərin səyinə baxmayaraq Kemalçıların milli azadlıq hərəkatı Türk xalqının qəhrəmanlıq sənaməsinə çevrildi. Qadellərin Türk ordusunu əks hücumdan tab gətirməyə məğlub oldular və Anadoludan çıxardılan Antanta 1923-cü il Türkiyə ilə sülh müqaviləsi bağlanmalı oldu. Bir neçə ay sonra Türkiyə ərazisində cümhuriyyətin yaradıldığı elan edildi. Mənbədə bəhs edilən azadlıq mübarizəsi zamanı TMB hökumətinin Antantaya qarşı diplomatik əlaqə saxladığı dövlətin adını qeyd edin. Təbii ki, bu Sovet Rusiyası idi. 29-cu suala baxaq. Mənbədə bəhs edilən TMB hökuməti ilə Antanta arasında bağlanmış müqavilənin Türkiyə üçün mühüm siyasi nəticəsini yazın. Belə ki, Mudros və Sever müqavilələri ləğv edilirdi və Türkiyənin ərazi bütövlüyü tanınırdı. Baxaq 30-cu suala. Mənbədə bəhs edilən yeni dövlətin yaratdığı ilk illərdə həyata keçmiş mədəni tədbirlərdən ikisini yazın. Ərəb əlifbası Latın əlifbası ilə əvəz olundu. Bayaq əlifba islahatı var idi. Mədrəsələr bağlandı. Təbii ki, Türkiyədən söhbət gedir də. Şəriət və Vəqf Nazirliyi ləğv edildi. Ruhanilərin bütün var dövlətdən məhrum oldular.